günahdan çəkinər nökəri sahib zaman. Kimdir azadə olar oldu sənə aşiq ağa. Xoş o nökərlərə ki oldu buna layiq ağa. Ərz edib bu hədisi Həzrət İmam Sadiq ağa. Buyurub var Bakıdan yavər sahib zamanı. Olmaq istərsən əgər əskəri sahib zamanı. Hər günahdan çəkinər nökəri sahib zamanı. Bu şəhər haqda belə var bir əlamətdə hələ. Buyurub Həzrət İmam başqa rəvayətdə belə. Bu hədisin var əsası bu səbəb düşdü dilə. Gələcəkdir Bakıdan ləşkəri sahib zamanı. Olmaq istərsən əgər əskəri sahib zamanı. Hər günahdan çəkinər nökəri sahib zamanı. Çox müqəddəsdir bu yer ki, bu söz hüccət sözüdür. Bu, üzr istəyirəm məzdən, bir neçə alimlərin dilindən eşitmişik bu rəvayətləri. Səhvlərimizi inşallah bağışlayasınız. Amma bir neçə alimin dilindən olan rəvayətlərdir. Çox müqəddəsdir bu yer ki, bu söz hüccət sözüdür. Burada bir məntəqə var ki, ora haqqın özüdür. Burada bir qiyam var, batilin ifşa üzüdür. Qorunar bu ünvanda səngəri sahib zamanı. Olmaq istərsən əgər əskəri sahib zamanı. Hər günahdan çəkinər nökəri sahib zamanı. Bu hədisin sənədi vardır, Əlaim kitabı. Bu hədisin sənədi vardır, Əlaim kitabı. Kim inanmırsa, araşdırsa taparlar cavabı. Ey olan Allaha düşmən və astıran hicabı, düşün ki, çox itirir xəncəri sahib zamanı. Olmaq istərsən əgər əskəri sahib zamanı. Hər günahdan çəkinər nökəri sahib zamanı. Sən də küffar oyan həyat bu cür bitməyəcək. Gələndə ağam mənim zülmə güzəş getməyəcək. Çox ədalətlidir o, zalimi əhv etməyəcək. Gəlməyibdir tayı və bənzəri sahib zamanı. Olmaq istərsən əgər əskəri sahib zamanı. Hər günahdan çəkinər nökəri sahib zamanı. Ey müsəlman, gəl ayıl, bitdi əlamət və nişan. Oldu hüccətdə tamam, ta yetişib vaxtı zaman. Fatimə Yusifinin haqqını kim etsə bəyan, edər onları duamadər sahib zamanı. Olmaq istərsən əgər əskər sahib zamanı. Hər günahdan çəkinər nökəri sahib zamanı. Bəhruzə yaz elə söz ruhiyyəmiz canı gələr. Səsliyək məhdini ki, Azərbaycana gələr. Gələn il Nimə-i Şəbanda bu ünvanı gələr. Qurula bu məkanda mənbəri sahib zamanı. Olmaq istərsən əgər əskəri sahib zamanı.